Çay evi niyə bu qədər Ağdamlılar üçün əzizdir? Niyə bu qədər Ağdamın simvolu sayılır çay evi? Çay evi Ağdam üçün simvoldur birinci növbədə ona görə ki, mənim eşitdiyimi deyirəm. Respublika miqyasında o çay evinin çertyojunu, onun xəritəsini xaricdən, bilmirəm, yadımdan çıxıb bizim Ağdamlılardan bir nəfər gətirib və burada onu təşkil edib tikiblər. Ona görə də birinci çay evi bizdə olub. Çay evinin o yuxarı mərtəbələrindən başqa alt mərtəbəsində qışda girib xəngəl yemək milyona dəyirdi. Yuxarı mərtəbələrində çay verirdi. Lap yuxarı mərtəbəsinə liftlə yemək, çay qaldırırdı. Atam deyirdi ki, biz qonaq gələndə həvəsliyirdik ki, ora aparaq. Ki, oranın deyir xəngəli o qədər ləzzətli, dadlı idi. Hətta deyir, apardığımız qonaqlar deyirdi ki, çox razı qalırdı. Bu nə cür xəngəl, bu necə ləzzətli. Nəinki xəngəl, yəni başqa orada verilən hər bir şey, çay da, yemək də, xəngəli də bir ləzzət verirdi gələn qonağa. Düzdür, çox düz. Allah rəhmət eləsin ölənlərimizə, hamısına. Mənim özüm də məsələ üçün ora qonağım olub. Mən 1961-ci ildən işləməyə başlamışam. 61-ci ildən. Ağdamda. Ağdamda. Maldarlıq təsərrüfatları, kolxoz, savxoz, nə bilim belə işləmişəm. O qonağım olanda ora aparmağa həvəs idi. Niyə? O qonaq da orada ləzzət alırdı. İstirahət edirdi. İstirahət edirdi, dincəlirdi. Restoran çoxudur, nə olsun? Çox idi, amma o görünüşdə bina elə bir çay evi olmuyordu. Elə bir yerdeydi ki, məscidin qabağı, məsciddə görükür, məscid hiss olunur. Bu tərəfindən də maşın hərəkət edir, bu tərəfindən də maşın hərəkət edir. Dörd bir tərəfi park, yaşıllıq. Köhnə videolara baxanda o hiss olunur. Yaşıllığa və o necə dərlər, maşının hərəkətinə baxanda adam dincəlirdi. İndi yəqin ki, orada məscidin qarşısında yerləşdiyi üçün orada alkoqollu içkilər vermirdilər yəqin ki. Yox, məscidin yanında olduğu üçün. İndi o biri tərəfdən deyir. Yəni yemək yeyənlərə deyirəm. Bəli, hə. Mən indi o vaxtki məsciddə də iştirak eləmişdim. Bu dövlətimiz oranı təzə alan vaxtında gəlib məscidə girmişdim. İki yerdən bomba düşmüşdü. Günbəzi deşilmişdi. Dam örtüyü deşilmişdi. Oranı düzəldiblər, çox sağ olsunlar. İndi sonra da gəldim indi. Getdim oranı ziyarət elədim, hərrəndim. Allah qəbul etsin. Allah dövlətimizə, hökumətimizə yenə deyirəm, daha da qüvvət versin, daha da şöhrətlənsin. Dünya üzrə necə ki şöhrətlənir, daha da şöhrətlənsin. İnşallah. Allah həmişə xalqımızı mehriban eləsin. Amin. Biz ümumiyyətcə elə bir xalqıq ki, biz bir-birimizə hörmət edən, bir-birimizə bağlı bir xalqıq və hamı da bilir ki, Ağdamlılar bir-birinə çörək verən xalqdır. Bəli. Yəni cəmaatdır, belə deyim. İnşallah ki, bütün Qarabağ zonasında nə qədər ki, Qarabağı tərk edən məcburi köçkünlər ki var, hər birisi öz yurd yuvalarına qayıtsınlar inşallah. Elə sizin kimi hər kəs öz elinə, obasına qayıtsın, buranın bu təmiz havasından olsun, necə deyərlər. Sağ ol, gözəl günlər görəsən. Çox sağ ol. Sana da bu işdə müvəffəqiyyətlər arzulayıram. Sağ ol. Daimi gözəl günlər görəsən. Amin, çox sağ ol. Can sağlığı. Sağ ol.